Unzuru ilə mən huve əsfələ minkum və la tanzuru ilə mən huve fawqakum. Siz dünyavi işlərdə sizdən aşağıda olana baxın. Sizdən yuxarıda olana baxmayın. Fə innehu əcdəru əllə təzdəru ni'mətəllahi aleykum. Əgər siz belə etsəniz, Allahın sizə olan nemətini dəyərsiz görməzsiniz. Aşağı görməzsiniz. İnsan belə baxanda, əgər bir insan 2 otaqlı evi varsa, 1 otaqlı evi olana baxmalı. 1 otaqlı evi olan, heç evi olmayana baxmalıdır. Amma yoxsa insan 2 otaqlı ev olan, gedib villaya girəndə, sonra öz evinə qaydanda elə bil ki, yəni zibillikdə yaşayır. Ona elə gəlir. Yəni, o neməti içərisində olduğu neməti dəyərsiz görür. Halbuki o nemətdən nə qədər insanlar vardır ki, məhrumdur. Sələflərdən biri deyir ki, mən bir xəstənin yanına gəldim. Gördüm ki, xəstəliyin şiddətindən inildiyir. Mən ona dedim ki, sən şükür elə ki, sənin o yağışdan, soyuqdan qorunacaq, daldalanacaq bir yerin var. Sənin isinəcək bir yerin var. Sənə xidmət edən də var. Sən xatırla, küçə-bacaya atılan insanları. Onların nə daldalanacaq yeri var, nə xidmət edən var, nə isinəcək yeri var. Və ikinci dəfə o evə gəldiyim zaman, ziyarət etdiyim zaman artıq inildəmirdi. Yəni, bəzən də insan o təsəlli tapmasına bir dənə cümlə, bir hədis, bir ayə insana kifayət edir.